Aravot qəzetinə açıqlamasında erməni ekspert Georg Məlikyan vurğulayıb ki, Ermənistan Qarabağ münaqişəsində çox az şey həll edir. Stat: Münaqişənin sükanı istənilən halda Moskvanın əlindədir. Bu sükanı erməni tərəfi subyektiv və obyektiv səbəblər ucbatından könüllü şəkildə Moskvaya verib. Qərb isə buna səssizcə razılıq verib. Ermənistan yenidən bu sükanı öz nəzarətinə qaytarmalı və suveren dövlət kimi münaqişədə tərəf kimi çıxış etməlidir. Statın sonu. Erməni ekspert bildirib ki, Amerika Birləşmiş Ştatları üçün ümumilikdə Cənubi Qafqaz heç vaxt prioritet olmayıb. Amerika Birləşmiş Ştatlarının bölgə ilə bağlı siyasəti isə daha çox reaksiya xarakteri daşıyıb. Hətta Azərbaycan və Amerika Birləşmiş Ştatlarına daim sevgi etirafları edən Gürcüstan belə Vaşinqtonun Cənubi Qafqaz strategiyasını dəyişə bilməyib. Məlikyan İrəvanın hazırki durumunu isə belə xarakterizə edib. Stat: Ermənistan özünü siyasi və iqtisadi sosiopat kimi aparır. O demək olar ki, bütün ciddi addımlardan, uzun müddətli planlardan, qonşulardan, fərqli ideyalardan qorxur. Çünki Ermənistanın bugün demək olar ki, real dostları yoxdur.